Salam hər birinizə yeni videoma xoş gəlmisiniz. Bugün yenə də detailing prosedurlarının icrasına görə video çəkirəm. İlk növbədə videonu bəyənməyi unutmayın. Unutmadınız yəqin ki. Qonağımız Kia Sorento'dur, yeni nəsildir. Avtomobil ikinci əldir. Üzərində cızıqlar var, həmişəki qayda ilə. Üzərində sərt cizgilər var. Lakda oksidləşmələr var. Bunların hamısını aradan qaldırmaq üçün yanıma yaxınlaşıb. Cəmalda danışmağı xoşlayıram. Gördüyünüz kimi, maşının kosmetik vəziyyəti yeni olsa da kosmetik vəziyyətində çətinliklər var. Üzəri bütöv cızıqlarla doludur. Göstərim sizə. Məsəl üçün bu hissələrində bozluq var. Yəqin ki, kapot rənglənib. Rənglənmiş kapotun bu hissələri şkurkalanıb. Hansısa professional malyar tərəfindən, rəngsaz yox, professional malyar tərəfindən bərbad günə qoyulub. Burada belə aparat izləri var. Maşın haradasa barlovkadan keçib. Yəni, nə bu detallı cilalama deyil, nə də ki, polirovka deyil. Bu barlovkadır, haradasa eləyiblər. Bütün izlər qalıb üzərində. Üzərimə düşən vəzifə bu maşını tam parlaqlaşdırmaq, üzərindəki cızıqları aradan qaldırmaq, maksimum ehtiyatla maksimum nəticə çıxartmaqdır. İlk növbədə bildiyiniz kimi prosesin ilk növbəsi lentlənir maşın, sonra birinci mərhələ detallı cilalama üçün keçədən istifadə olunur, cızıqları yonulur. Lazım olarsa üzərinə gil tətbiq eləyərək lakın üstündəki oksidləşməni aradan qaldıracam. Yox, əgər lazım deyilsə, təzə maşın olduğuna görə, ya çox da kirlənmədiyinə görə keçənin üzərinə pastanı artıq tətbiq eləyərək o oksidləşməni pasta vasitəsilə aradan qaldırmağa çalışacağam. Göstərmək, nə göstərmək? Görürsünüz də yəqin ki, bunları. Hər bir hissəsi bozarıb, hər bir hissəsi haradasa, yəni 93 manat 50 qəpilik bir yerdə şkurkadan keçib maşın. Şkurka, barlovka. Bütün lak səthində bu problemi görmək mümkündür. Belə sizlə birgə, indi gəlmişəm. Yəni sizlə birgə mən də maşını video çəkə-çəkə analiz edirəm. Harada nə var? Əvvəlcədən ilk baxışda onları baxıram, kontrol edirəm, nəyi necə eləyəcəyimə dair özüm üçün bir müzakirələr aparıram. Qara parlaqlar, yenə eyni qaydada cızıq, bozartı, şkurkalanıb, düzgün polirovka olmayıb, biabırçılıqdır. Belə iş görməkdənsə ümumiyyətlə sənət atıb, daha doğrusu sənət də deyil, yəni işi gücü atıb başqa bir işlə məşğul olmaq daha yaxşıdır. Görürsünüzsə, bu işi professional görün, professional yanaşın. Həmişə də daha yaxşısını istəyin ki, daha yaxşısını da əldə edə biləsiniz. Yəni, əgər buradan bu işlə məşğul olan, nə bilim, belə nəticə verən qaqaşlar varsa, sözüm onlaradır ki, eləməyin belə şeylər. Baxın, yəni, burada görsənir belə-belə. Doğruyublar maşını. Yəni, mən burada kiməsə belə maşın versəm, ümumiyyətcə də, yəni, açıq danışam, mən haradasa, işlədiyim yerlərin birində belə maşın təhvil versəm, nə bilim, mənim videomu çəkərlər, maşını paylaşarlar, mənə təhqir eləyərlər, mənə tənqid eləyərlər. Utanmayıb o videonun üstünə reklam vurarlar ki, baxın, görün də, yəni bu qaqaş necə bir iş çıxartdı, məhv elədi maşını, qoydu yanın üstə. Amma mənim üzərimə düşən vəzifə, yəni bu maşını vəziyyətini düzəltməkdir. Restavrasiya eləməyimi deyim, detailing prosedurlardan keçirtməyimi deyim, detallı cilalama prosesini yerinə yetirməyimi deyim. Mənim üzərimə düşən vəzifə bəllidir. Mən maşının üzərindəki problemləri gördüm. Açığı görünür hamısı gözə. Göstərim. Burada. Hamısı şkurka izləridir. Verməyin maşını. 70-50 manat, 60 manatlıq iş görənlərə verməyin. Razıyam, onlar da çörək qazanmalılar, onlar da bir iş görməlidirlər, amma eləməyin. Yəni, maşının qiyməti bəllidir, dəyəri bəllidir. Yəni, necə bir qiymətdə, necə bir dəyəri olduğunu hamımız gözəl bilirik. Yəni, təzə maşındır, baxanda bilinir. Yəni, o qədərmi düşdük, o qədərmi
necə deyim, imkansızlaşdıqca 70-80 manatlıq yerlərdə belə maşınları işlətməyə möhtac qaldıq. Yəni müştərinin şəxsi fikirdir, şəxsi seçimidir. Mən o tərəfdən yanaşmıram məsələyə. Mənim yanaşmağım avtomobilə düzgün qulluq olunmağından gedirəm. Maşını sevməkdən gedir mənim fikrim. Yəni mən bu nöqteyi nəzərdən yanaşıram mövzuya. Yəni videoda da baxanlar yəqin ki, bilmirəm, mənlə eyni fikirdədirlərmi, deyirlərmi? Ola bilər ki, kimsə narazı olar ki, qardaş o da öz çörəyin qazanır falan filan. Mən də razıyam. Elə bir adama çörək qazandırmaq istəyirsə, gedin onlarla işiniz görün. Bu qədər bəsit. Yəni ucuz ətin şorbası olmur məsələsinə gətirib çıxardır bu mövzu. Təzə paydirovka olub da maşın. Niyə gətiriblər ya, amma bir moykadan sonra məhv günündədir. Çünki adam işi, prosesi düzgün icra edir. Mən öyünmürəm ki, mən bunu belə eləyirəm, elə eləyirəm. Sadəcə işdən bağlı maşın üzərində müzakirələr aparmaq lazımdır. Nəyi necə eləyəcəm, əvvəlcədən qrup quraşdırmaq lazımdır. Mən sizlə videonu çəkəndə də baxıram ki, mən nəyi necə eləyəcəm, hara necə rüştləyəcəm, bura nə qədər pasta gedəcək, bura nə qədər isinmə verəcəm, bura nə qədər yonacam, lak mikronu nə qədər azalacaq, hamısını şifahi şəkildə yaxşı formada bilə bilirəm. Yəni işləyən adam da bunu bilməlidir. Ay qoyum qabaq krloya aparatı, barmağımın 5-ini də stəkanın içinə soxum. Yəni pasta qabında deyil ha, stəkanın içindədir. Töküm stəkanın içinə, əlimin 5-ini də batırım, bütün hamısını, detalların hamısını bir-bir belə nöqtəliyim ki, rahat olsun da, yəni qoy pasta qalsın üstündə. Krlonun üstünə aparatı qoyun, pedi qupqanı qoyum, axırda da çəkim olsun barlovka. Yəni bu iş deyil. Həqiqətən bu iş deyil. Birinci növbədə izah eləyirəm. O baş barmaq deyirəm, amma məsələn qoyurlar detalın üstünə, buradan yaxır, oradan yaxır, aşağıdan yaxır, o hissədən yaxır ki, işi rahat olsun da, yəni vaxtı artırır, sürətləndirir. Pasta qalır o lakın üstündə, həmin hissəni pastanın öz abrazivi başlayır lakın üzərini yeməyə. Yəni sən oranı paydirovka biraz gecələsən və yaxud da lak səthi kraskalanmış olsa, həmin hissədəki o pastanın damcı kimi düşdüyü hissəni barmağının izinə qədər heç birini yığışdıra bilməyəcəksən. Məcbur şkurka vuracaqsan, lak mikronuna zərər vermiş olacaqsan. Yəni belə şeylər var. Bilirsinizsə nə gözəl, bilmirsinizsə də ki, yəni ölməmişəm ki, öyrədirəm də mən də bir şeylər. Paylaşmaq gözəl deyilmi? Çox danışdım. Maşını lentləməyə başlayıram. Lentləyəndən sonra haranı necə işləyəcəm, hamısını bir-bir göstərəcəm sizə. Getdik. Lentlədim. Necə lentlədim? Tam səliqəsi ilə lentlədim. Plastiklərə dəyməmək şərti ilə, bu kantlara dəyməmək şərti ilə. Burada PPF-lər var. Bu PPF-ləri yeməmək şərti ilə lentlədim. Eyni bu qayda ilə. Sonra burada nikel xrom var. Buna dəyəndə güclü problem yaradan bir şey deyil. İz atmır, xal atmır, ləkə atmır. Amma bu hissəni mən qızdıraramsa, bu rəngində solmalar, yanmalar, saralmalar ola bilər deyə bu hissəni də ehtiyata aldım. Sonra keçək qabağa. Qabaqda elə çox iş yoxdur. Qabaq bamperlə əylidir. Bu feri yəqin ki, nömrə qabını yəqin ki çıxardacam oradan altın işləmək üçün. Plastiklər eyni qayda ilə rəngləndi, lentləndi, üzr istəyirəm. Arxada həmçinin, PPF-lərdə həmçinin. Bu hissələrə ehtiyac duymuram, çünki rezinsizdir, birbaşa plastik qalxır yuxarı, rahatdır. Bunlar da həmçinin. Qıraqlarında rezin olmamağını bəyəndim. Qırağına dəxlisizcəsinə rezin atırlar. Nə işə də yaradığını bilmirəm. Yəqin zavodun bir anlayışı var deyə atıb, amma indi yoxdursa, daha yaxşı olduğunu anlayıb deyə atmayıb. Belə deyim. Lentləməyə də ehtiyac yoxdur. Bunların bu qıraqlarında ehtiyac görmədim, çünki rahatdır girişlər. Abi yaddan çıxıb, sizin gözünüzün qabağında. Mən idealam deyilən bir şey yoxdur. Görürsünüz, mən də eləməmişəm bunu. Mən də gətirib lentləyəcəm. Lentləmə prosesini də bitirdim. Qaldı. Siz çöl göstərmə. Burada qəşəng maşınlar var. Qaydaq. Lentləmə prosesindən sonra indi kapotun üstünün tozu var üzərində. Bu tozu qaldıracam aradan. Bilmirəm şkurkalıyım ya yox, indi sahibi ilə danışmalıyım şkurkası ilə bağlı.
bir dənə bir hissəni işləyib yoxlayacağam. Əgər şkurkalanmağa lakın gücü çatacaqsa şkurkalayıb şaqreni aradan qaldıracağam. Yox, əgər bu vəziyyətdə yola salacağam getsin. Belə, başlayaq detallı cilalama prosesinə. Maşının üzərinə birinci mərhələni tam şəkildə icra eləmişəm. Cızıqlar, oksidləşmələr, ləkələr, sonra bu hissəni bərbad günə qoymuşlar. Onların hamısı aradan qalxdı. Sadəcə maşını silməmişəm. Bol pasta ilə işləmişəm. Yəni maşın dəhşətli dərəcədə pasta yedi. Ya bu da məcburi şəkildə olmalı idi. Çünki cızıqlar çox idi. Pastaya belə deyim, pasta ilə ara qatı yaradıb yonmaq üçün daha bol pastadan istifadə etmişəm. Üzərindən də görsənir. Çox sürətli işlədim. 2 saata yaxın vaxtım getdi. Normativ olaraq 3-4 saat ərzində olan prosesdir. 2 saata yaxın vaxtım getdi üzərində. Görüntü belədir. Birazdan siləcəm. Sildikdən sonra ikinci mərhələ başlayır. İkinci mərhələdən sonra maşının üzərindəki problemlər aradan qalxmış şəkildə görsənəcək. Əlavə olaraq parlaqlığı artacaq. Yəni daha şux, daha güclü parıltıda görüntü əldə etməyə başlayacaq maşının üzərindən. Dam hissənin yuxarısı qalıb. Bu hissəni işləməmişəm. Oradan çıxıb oranı indi təkrar keçəcəm. Yaxşı ki videoda gördüm. İkinci mərhələ, sonra 3 antiqoloqram etapı, sonra da silmək, təmizləmək, təhvilə hazır vəziyyətdə saxlayacağım maşını. Yəqin ki təkərləri və şüşələri moykaya gedəcək. Moykada avtoyumada yuyulacaq. Mənim işim də beləliklə bitmiş olacaq. Videoları çox qısa və lakanik şəkildə çəkməyə çalışıram ki, yəni əvvəl necə idi, ortada necə oldu, sonda necə oldu. Yəni burada iş standart olduğuna görə, digər qaraj kimi olmadığına görə, gələn gedən olmadığına görə kontent olaraq maksimum bir maşın üzərindən prosesi icra edib onun üzərindən görüntülər təqdim etmək məcburiyyətində qalıram. Aşağı da belə deyim, aşağı hissə parkingdir. Burada insanlar gəlib maşınlarını saxlayıb moldu bura, yuxarı qalxırlar. Yəni kimisə maşını çəkməyi göstərmək xoş olmaz. Öz qarajımız olanda, digər studiya olanda ora gələn qonaqlar bizim yanımıza gəlirlər və orada mən maşın çəkdiyimi, video ilə, kamera ilə məşğul olduğumu bildiklərinə görə oradakı maşınları çəkəndə heç bir problem yaşamıram. Sadəcə burada istəmirəm ki, belə deyim, parkinqə və yaxud da şarj üçün maşını bura əmanət edən şəxslərin maşını çəkim üzərindən nələrsə göstərim. Bu biraz düzgün olmur. Keçək ikinci mərhələyə. İkinci mərhələ çox ağır keçəcək, çünki üstlərində pasta var. Pastaların silinməyi, əlim yenə şişəcək ağrıdan. Ki onda qeyd edim ki, mənim əlim bir dəfə qırılıb, qırıldığına görə aparat işlədəndə yox, detalları silən vaxtı əlimə çox ağırlıq düşəndən sonra şişmələr olur. Ki bu ayrıntını niyəsə verdim sizə. Belə keçim ikinci mərhələyə, dəhşətli qızdıracam detalı. Uzun prosesdən sonra avtomobilin üzərinə 3-cü mərhələyə keçdim. Demək olar ki, maşının təhvili hazır vəziyyətə yaxınlaşır. Hal-hazırda üzərində 3-ün pastası var. Kapotun üstü belə görsənir. Göstərim. İstədiyim parlaqlığı, nəticəni ala bilmişəm maşının üzərindən. Gördüyünüz kimi detalda heç bir problem yoxdur. Yəni bunlar da məndən qaynaqlanan səbəblər olmadığına görə mən öz işimi tam şəffaf şəkildə görüb təhvilə hazırladım maşını. Lentlərini çıxardacam, şüşələrini təmizləyəcəm, sprey ilə birinci növbədə pastaları siləcəm, bütün pastalarını kontrol baxacam. Sonra da seramik sprey ilə üzərindən su qovculuq effekti yaradan hədiyyəlik bir belə deyim mərhələ keçəcəm maşının üzərinə, həm şüşələrinə, həm detalın özünə ki, həm parlaqlaşdırır, həm parlaqlığı daha uzun ömürdə saxlayır, həm də su qovculuq verir. Maşın 1-5 daha güclü effekt olur. Düzdür, daimi ömrü olmasa da müəyyən bir vaxta qədər, 5, 10, 15 və yaxud da 2 həftəyə qədər, 3 həftəyə qədər yaxşı effekt verə bilir maşın üstündə. Parlaqlığına can qatır da, belə deyim. Polirovkası da daha belə şux görsənməyə başlayır. Belə yan detaldan görüntü belədir. Tam səliqəli, tam şəffaf vəziyyətdədir maşının üzəri. Qalıb silmək, siləcəm, təmizləyəcəm. Bütün aralarındakı baxın, belə problemlər olur. Bunlar məndən qaynaqlanan problemlərdir. Pastaların hamısını xırda-xırda bir-bir aralarına dolanları təmizləyəcəm. Ki burada özünü göstərir, burada özünü göstərir.
Beləliklə avtomobil təhvilə hazırdır. Belə şov eləməyək. Göstərim sizə bayaq qaldığım yerdən. İndi baxıram əl izləri var maşında. Barmaqlamışam bir şey, onları siləcəm. Necədir? Tozsuz, işsiz, cızıqsız. Tam parlaq. Bu arada kapotun üzəri işlənmədi. İşlədim, şkurka etapı işlənmədi bir sözlə. Buradakı bozukluqların hamısı aradan qalxdı. Gördüyünüz kimi. Parlaqlıq da sözünü deyir. Belə millət, video qısa oldu. Gələcək videolarda görüşənə qədər özünüzdən müğayət olun. Kəsərəntə videomuz bitmişdir.